Elmin işığı Azərbaycanın qədim, zəngin mədəni irsi ilə örülmüş torpaqlarında min illərin sirlərinin, əcdadların hikmətini və yerli adət-ənənələrin dərinliyini özündə cəmləşdirən Göyçaya adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daşlı küçələri, yosunla örtülmüş köhnə evləri, qoca ağacların fısıldadığı nağılları və axar çayların sakit səsi, keçmişin və gələcəyin sirlərini bir araya gətirən, insan qəlbinə dərin izlər buraxan bir məkandı. Hər səhər günəşin ilk şüaları kəndin üzərinə nazlıca düşər, hər axşam isə ulduzların səması, sanki min illərin hikmətini və əcdadların öyrətdiyi dəyərləri fısıldayaraq qəlbləri ovuşdurardı. Kənd sakinləri nəsildən nəsilə ötürülən ənənələrə, atalarının öyrətdiyi dəyərlərə və insanlıq tarixinin əbədi sirlərinə inanan, öz içlərində daşıdıqları ümid işığını heç vaxt sönməyə qoymayan bir toplum idilər. Bu toplumda ən hörmətli və mərhəmətli insanlar arasında Hacı Məcid bəy öz nümunəsi ilə seçilirdi. O, uzun illərin zəhmətini, sevinclərini və acılarını yaşamış, Tolstoyun romanlarında təsvir olunan qəhrəmanların kimi hər kəsə yol göstərmişdi. Hacı Məcid bəy tez-tez kənd meydanında toplanan insanlara müraciət edər, belə deyərdi: "Əziz qardaşlar və bacılar, həyatın ən böyük zəfəri yalnız maddi varlıqlarda deyil, qəlbimizdə daşıdığımız səmimi sevgi, mərhəmət və dürüstlükdədir. Bizim ən böyük gücümüz daxildə parlayan o işıqdır. Hər çətinlik içimizdəki bu işığı daha da parlaq edər." Bu sözlər kəndin hər bir sakininin qəlbində dərindən iz buraxır, hər kəs öz həyatında o əbədi işığı tapmağa can atırdı. Lakin kəndin həyatında yalnız qədim dəyərlər və ənənələr yox, elmin də səsi yüksəlirdi. Göyçay kəndinin kənarında yerləşən kiçik bir məktəbdə elmə böyük maraq göstərən gənc alim Tural həm atası Hacı Məcid bəydən öyrəndiyi hikməti, həm də yeni dövrün elmi nailiyyətlərini özündə birləşdirən araşdırmalar aparırdı. Turalın gözlərində həm gələcəyin parıltısı, həm də keçmişin ağırlığı var idi. O, hər səhər kəndin dar küçələrində gəzərkən elmin işığı hər kəsin qəlbində gizlənən o səmimi ümiddir. O, həyatın ən böyük sirrini, sevgi və mərhəmət dolu varlığı ortaya çıxarır, deyə düşünürdü. Bir gün Tural kəndin yaxınlığında yerləşən qədim çay kənarında oturub, dalğaların sükutlu səsini dinləyərkən ağlında yeni bir fikir canlandı. O, niyə elmi və ənənələri bir araya gətirərək, kəndimizin inkişafı üçün bir yol xəritəsi hazırlamayaq? Beləliklə, həm atalarımızın öyrətdiyi dəyərləri qoruyarıq, həm də yeni nəsillərə elmin işığını, ümidini aşılarıq, deyə düşündü. Bu fikir Turalın qəlbində bir atəş kimi yanmağa başladı və o, dərhal öz araşdırmalarını genişləndirməyə başladı. Tural, kəndin hər küncündə yaşayan insanlarla görüşərək, onların həyat hekayələrini, arzularını və ümidlərini öyrənməyə başladı. O, kəndin yaşlılarından, gənclərindən və hətta uşaqlarından onların keçmişin dəyərləri ilə gələcəyə dair ümid dolu baxışlarını, elmin və ənənələrin birləşdiyi nağılları dinlədi. Hər bir insanın özünə məxsus hekayəsi Tural üçün böyük bir elm laboratoriyası kimi idi. O, bu hekayələrdən, insan ruhunun dərinliyindən və ənənələrin səmimi işığından ilham alaraq Elmin İşığı adlanan böyük bir layihə hazırladı. Layihənin məqsədi, kəndin qədim ənənələrinin, əcdadların hikmətini və elmin yeniliklərini bir araya gətirərək, hər kəsin qəlbində parlayan səmimi işığı daha da gücləndirmək və gələcəyə dair ümid dolu bir yol xəritəsi hazırlamaq idi. Tural layihəsində kəndin tarixi, mədəni irsi, elmi nailiyyətləri və insanların həyat təcrübələrini sənədləşdirdi. O, atalarının yazdıqları köhnə əl yazmaları, uşaqlıqdan eşitdiyi nağılları və özünün keçirdiyi elmi araşdırmaları bir araya gətirərək Elmin İşığı adlı bir kitab hazırladı. Layihə təqdimatının günü kənd meydanı adeta bir rəng cümbüşünə çevrildi. Hər kəs, yaşlılar, gənclər, qadınlar və kişilər, meydanda toplaşaraq Turalın Elmin İşığı layihəsini diqqətlə dinlədi. Tural, səmimi və dərin sözlərlə bizim cəmiyyətimiz yalnız maddi varlıqlardan ibarət deyil, o, həm də hər birimizin qəlbində daşıdığımız sevgi, mərhəmət və inamın işığından ibarətdir. Elmin işığı, o işığı daha da parlaq edərək, bizə çətin anlarda belə ümid bəxş edər. Gəlin bu işığı bir araya gətirək və kəndimizi, əcdadlarımızın öyrətdiyi dəyərlərlə gələcəyin parlaq ümidinə çevirək, deyərək layihənin əhəmiyyətini vurğuladı. Bu təqdimat kəndin hər küncündə yaşayan insanlara dərin təsir bağışladı. Hər kəs Turalın danışdığı hər sözdə keçmişin dəyərlərini və gələcəyin ümidini özündə hiss etdi. Kəndin yaşlıları, əcdadlarımız bizə hər zaman deyirdilər ki, ən böyük zəfər insanın öz qəlbində daşıdığı səmimi işıqdır. Biz bu işığı itirmədən birlikdə hər çətinliyi aşa bilərik, deyərək gənclərə yol göstərirdilər. Yeni layihənin uğur qazanması ilə Elmin İşığı adlı kitab və layihə kəndin inkişafında böyük bir dönüş nöqtəsi oldu.
Kənd və Göylərçayı artıq təkcə modern infrastruktur layihələri ilə deyil, həm də mədəni irs və ənənələrin qorunması, elmin və ənənələrin birləşməsi ilə özünü göstərirdi. İnsanlar hər gün öz qəlbindəki işığı taparaq bir-birinə dəstək oldu və sevgi, mərhəmət və inamın parıldadığı bir cəmiyyət yaratdılar. Zaman keçdikcə kənddə keçirilən mədəni tədbirlər, festivallar və ictimai müzakirələr atalarımızın öyrətdiyi ənənələri və elmin yeniliklərini bir araya gətirərək hər kəsin qəlbində yeni ümid işığı yandırdı. Hər axşam ulduzların altında toplanan insanlar keçmişin hikmətinin, əcdadlarımızın nağıllarını və gələcəyin ümid dolu perspektivlərini paylaşaraq birlik və sevgi ilə dolu bir gələcək üçün ümidlə danışırdılar. Bu nağıl Tolstoyun epik təsvirlərindən ilhamlanaraq yalnız bir insanın və ya bir layihənin hekayəsi deyildi, o, cəmiyyətin hər bir üzvünün öz qəlbində daşıdığı səmimi işığın, sevginin və ümidin hekayəsi idi. Hər kəs öz içindəki o əbədi işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi, mərhəmət, dürüstlük və inamı yaşamağa davam etdi. Kənd və Göylərçayı artıq yalnız bir coğrafi məkan deyildi, o, insanların qəlbində yaşayan, əcdadların dəyərlərini və gələcəyin ümidini birləşdirən, səmimi və əbədi bir işığın təcəssümü idi. Beləliklə, Sonsuz Ümidin Nəğməsi adlı bu dastan Azərbaycanın qədim torpaqlarının zəngin mədəni irsini, kəndin ənənələrini və cəmiyyətin birliyində gizlənən səmimi işığın, sevgi və inamın gücünü nəsildən nəsilə ötürərək, hər kəsin öz içində daşıdığı o əbədi işığı tapmağa və onu paylaşmağa davam edəcəyini bizə göstərdi. Hər kəs həyatın çətin anlarında belə öz qəlbindəki işığı taparaq, sevgi və mərhəmətlə gələcəyin ümid dolu səhərlərini qurmağa davam etdi. Bu hekayə Tolstoyun dərin və geniş təsvir etdiyi kimi insanın öz içindəki gücünə, cəmiyyətin birliyinə və əbədi ümidin səmimi işığının nə qədər böyük bir qüvvə olduğuna şahidlik etdi. Hər kəs Sonsuz Ümidin Nəğməsindən ilham alaraq öz qəlbində parlayan o işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi, mərhəmət və inamı yaşamağa davam etdi və bu gələcək nəsillərə də örnək oldu. Beləliklə, Sonsuz Ümidin Nəğməsi dastanın Azərbaycanın qədim torpaqlarının zəngin mədəni irsini, kəndin unudulmaz ənənələrini və insanların qəlbində parlayan o əbədi işığın, cəmiyyətin və həyatın ən böyük zəfəri olduğunu bizə xatırladır. Hər kəs öz içindəki işığı tapdıqca həyatın çətinliklərini sevgi, mərhəmət və inamla aşaraq gələcəyə ümid dolu addımlarla irəliləyəcək və o əbədi ümid ruhumuzda parıldayaraq nəsildən nəsilə ötürüləcəkdir.